Deməli, salam əzizləyicilər. Deməli, bu qardaş bizim yanımıza yaxınlaşıb. BMW C30 sürür. Özü də belə niyə qucaqlamışam qardaşı? Qardaş çünki mənim yerimdir Füzuldəndir. Hamı bilir ki, biz yerli pərəstik də. Buradan da bütün Füzuli cəmaatına, Füzulidə nə qədər ki qardaşlar var, hamısına salam olsun. Elə bütün elə Qarabağ zonasına salam olsun. Deməli, bu qardaş gəldi bizim yanımıza yaxınlaşdı. Bu avtomobildə bir neçə işlər gördük. Abi, xidmət necədir? Süper. Yeri var. Yeri var. Çok güzel. Qardaş deyir ki, elə Orxan, həm yerlisən, həm də ki, elə işin əhlisən, elə ona görə gəldirmişəm sənin yanıma. Maşında nə lazımdırsa eləmişik. İnşallah da çıxacaq test sürüşünə. İşləməyə də düzəlib, normalda sakit işləyir, heç bir problem də yoxdur. Nə vaxt, nə ehtiyacın oldu, qardaşın sənin qulluğundadır. Allah razı olsun. Fərq eləmir. İstəyir əmmi oğlumuz olsun, istəyir dayı oğlumuz olsun, istəyir qohum əqrəba olsun, istəyir yad o birisi olsun, fərq eləmir. İçəri girən, servisin içəri girən, istənilən avtomobili detallı formada yoxlayırıq. Nə problem varsa olanı deyirik. Bizim üçün fərqi yoxdur. Yəni yad olsun, qıraq olsun, bizim fərqi yoxdur. İşi təmiz görürük. Və qardaş özü də Allah şahidi oldu və özü də burada da oturaraq elə özü də şahidlik elədi ki, bax servisin bax kamerası var. Kamera şəraitində qardaş, bax bütün müştərilərin hamısı maşını burdadır. Deməli bir dənə BMW burada, biri orada, biri orada, biri burada, biri Padiomikdə, biri çöldə, biri də orada çöldə. Bütün nə qədər BMW-lər yoxdur qardaş, hamısı qəşəng qoyurlar burada, çıxırlar, gedirlər, nə lazımdır düzəldirik. Oturan da oturur burada çayımızı içir, çörəyimizi yeyir, bir yerdə maşın nə lazımdır qulluq eləyirik. Qardaşım, xeyrin görəsən, Allah səndən də razı olsun. Nə qədər ki BMW sürürsən qardaş, ürəyin necə istəyir sür, qulluğu mənlik. Öpürəm qardaş. Allah razı olsun. Sağ ol qardaşım, mənim öpürəm, özünüzdən müğayət olun.